Salam dəyərli izləyicilərimiz. Məndən tez-tez soruşulan bir məsələnin izahını vermək istəyirəm. Çoxalma ontogenez bölməsində yeni çıxan test bankımızdan gedir söhbət. Çoxalma ontogenez bölməsində 13-cü sualın izahını verəcəm. Məsələnin şərtində deyilir ki, gametogenezin sonunda 32 hüceyrə yaranarsa, hüceyrə mərkəzinin sayı neçə dəfə artmışdır? Biz də bilirik ki, hüceyrə mərkəzi, biz onları sentrosum da adlandıra bilərik, hansı ki, iki bərabər hissədən ibarətdir və biz onları da sentriollar adlandırırıq. Onların sayı artır sintetik mərhələdə, interfazanın sintetik mərhələsində və meyoz prosesi zamanı da bu 3 hüceyrədə baş verəcək. Hansı hüceyrələrdir bunlar? Gəlin çəkək və göstərək. Məsələn, meyoz 1-ə yetirmə zonasına daxil olan ilk hüceyrə, bu hüceyrədə hüceyrə mərkəzinin sayı artır. Eyni zamanda meyoz 2-yə daxil olan, meyoz 1-dən yaranmış bu iki hüceyrədə də yenə də onlar qısa bir bilirik ki, interfaza keçirdi və bu mərhələdə hüceyrə mərkəzinin sayı artmış olur. Deməli, meyoz 1-ə daxil olan, bax bu bir hüceyrədə və meyoz 1-in sonunda əmələ gələn meyoz 2-yə daxil olacaq, bax bu iki hüceyrədə hüceyrə mərkəzinin, yəni sentrosomların sayı artır. Qısacası 1, 2, 3. Bax bu 3 hüceyrədə hüceyrə mərkəzi sayı artır. Yəni 3 dəfə hüceyrə mərkəzinin sayı artır. Deməli, əgər hüceyrə mərkəzinin sayı 3 dəfə artırsa, sonda bilirik ki, 4 ədəd hüceyrə əmələ gəlir. Bəs əgər sonda 32 hüceyrə yaranıbsa, o zaman neçə dəfə artmış olacaq hüceyrə mərkəzinin sayı? Və biz bu tənasübü həll edəndə x-ı tapmaq üçün 3-ü 32-yə vurub 4-ə bölürük. O da eləyəcək 24. Deməli, doğru cavab C variantı. Diqqətiniz üçün təşəkkür edirəm.